Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ölkəmizdə könüllülük sahəsinə göstərilən dövlət dəstəyi ilə bu nəcib mexanizmin gənclərə verdiyi faydalardan, ümumilikdə Azərbaycanda könüllülük hərəkatının keçdiyi inkişaf yolundan bəhs edib, könüllülüyü gənclərin fəallığının, vətəndaş məsuliyyətinin və sosial təşəbbüskarlığın mühüm göstəricisi kimi qiymətləndirib. Tədbirdə həmçinin könüllü gənc Dilsuz Zeynallı çıxış edərək, könüllülük fəaliyyətinin şəxsi inkişafındakı rolundan, gənclərə qazandırdığı dəyərlərdən danışıb və təşkil edilən tədbirlərə görə minnətdarlığını bildirib. Yekun mərasim çərçivəsində həftə ərzində təşkil olunan yarışların qalibləri, o cümlədən 2025-ci il ərzində müxtəlif dövlət qurumlarında aktiv könüllülük fəaliyyəti ilə seçilən gənclər diplom və hədiyyələrlə mükafatlandırılıblar. Yaradılan yarışlar olsun, intellektual yarışlarda, poligonlarda, təlimlərdə çox uğurlar və nailiyyətlər qazanmışıq. Bunların hamısı da təbii ki, İdman Nazirliyinə borcluyuq. Könüllülərə qoşulandan bu yana həm intellektual səviyyəmin, həm insanlarla olan ünsiyyət qurmağın daha da asanlaşmasını öyrəndim mən burada. Bir çox qurumda könüllü kimi fəaliyyət göstərirəm. Bu qurumlardan biri də məsələn Naxçıvan Gənclər və İdman Nazirliyidir. Burada birinci kursun ikinci semestrindən belə deyim fəaliyyət göstərirəm. Artıq üçüncü ilə keçirik. Fəaliyyət göstərdiyim gündən bəri demək olar ki, bir çox tədbirində iştirak eləmişəm. Tədbirlərə həm bizi intellektual cəhətdən inkişaf elətdirir, həm özümüzü gələcəkdə hər hansısa bir iş üçün, yəni karyeramız üçün nələrsə etmək üçün inkişaf elətdirir və bir çox da yəni ətraf qazanırıq, yeni insanlarla tanış oluruq. Bu zamana qədər Naxçıvanda bir çox müəssisədə könüllü kimi fəaliyyət göstərmişəm və fəaliyyətdə göstərirəm. Naxçıvan Universitetinin özündə təşkilatı könüllülərdən biriyəm, beynəlxalq məktəbdə könüllüyəm, həmçinin media könüllüsüyəm və sevindirici haldır ki, bu gün əməyimə diqqət olaraq 5 dekabr Beynəlxalq Könüllülər Günündə təltif olunmuşam. Bu da çox sevindirici haldır və bu da bir göstəricidir ki, dövlətimiz könüllülərə necə qayğı göstərir və diqqət göstərir. Əli Məmmədov, Namiq Abbasov, NTV Xəbər.